55 yaşlı iş var. Mən sizə bir neçəsindən bəhs etmək istəyirəm. Bu o demək deyil ki, 55 və yaxud 65 yaşlılara iş yoxdur. Sadəcə bir-ikisini misal olaraq verib sizi məlumatlandırmaq istəyirəm. Amma belə çox istəyirsinizsə, belə özəl dəstək nəticəsində digər variantlarla da tanış eləmək olar sizə. Onlardan üçündən bəhs etmək istəyirəm. Dediyim kimi, biri xadimə qabyandır, biri ofis meneceridir, biri də ailə sürücüsü işidir. Misal üçün, gəlin ilk öncə ailə sürücüsündən bəhs edeyim. Bu 50-55 yaşlı kişilər üçündür. Minimum 5 illik iş təcrübəniz olmalıdır. 1000 manatlıq bir işdir. BS kateqoriyanız olmalıdır. Cip və sedan tipli avtomobilləri idarə etməyi bacarmalısınız. Siqaret çəkən olmamalısınız. Xalqlar metrosunun yaxınlığındadır. Pis vərdişiniz olmamalıdır. Bu bir variant idi yoldaşlar. Sonra ofis meneceri işi var ki, bu 500-600 manatlıqdır. 57 yaşa qədər götürə bilirlər. Yasamal rayonundadır yoldaşlar. Bazartesi, daha doğrusu bazar günündən cümə gününə qədər olan bir işdir. 9-dan 6-ya kimi olan bir işdir. Ailə təhsillisinizsə, ofis proqramlarında sərbəst istifadə edə bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bundan əvvəl Papa John's-da xadimə qabyan işi var yoldaşlar. 510 manata yaxındır. Memar əcəmdədir. 55 yaşa qədər olan bir şəxsinizsə, yemək pulu ilə də sizi təmin edə bilirlər. Bu işlərdə müraciət etməkdə dəstəksinizsə və yaxud da digər işlərlə də tanış olmaqsınızsə, ümumiyyətlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala diqqət edin. Misal üçün, siz əgər bu videonu YouTube-da görürsünüzsə, videonun altında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman Toğrul Əzəb sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.